Salam əziz şagirdlər, hər vaxtınız xeyir olsun. Deməli, gerund infinitiv participle bu bölməyə aid yeni sual tipləri var. Ona görə də buna aid bir dənə çalışacağam qısa bir şəkildə izah vereyim. Birinci başlayırıq gerunddan. Gerund uşaqlar ing-li feil formasıdır. Feilin sonuna ing artırmaqla düzəlir. Məsələn, run qaçmaqdır, running qaçış, qaçmaq. Məna dəyişmir onsuz da. Gerund mag, mək kimi və yaxud da mamə kimi tərcümə oluna bilir. İnkarlıq bildirmir amma yəni. O deyil. Məsələn, running qaçmaq, qaçmaq, qaçış. Bu mənada walking, gəzinti, gəzmək, planting, əkmək. Yəni mag, mək kimi də tərcümə eləsəz də heç bir problem yoxdur. Bəs gerund harda işlənir? Gerund işlənir yəlik halda olan isim ya da əvəzliklərdən sonra. Yəlik halda olan isim ya da əvəzlikdən sonra nə gətirik? Gerund gətirik. Məsələn, my playing, my sifət əvəzliyi, yəlik əvəzliyidir. Bundan sonra gerund gətirmişəm. Mənim oynamağım. His coming, onun gəlişi. John's talking, John'un danışığı və s. şəklində. Görürsüz, yəlik halda olan isimdir, ing-li feil gətirmişəm. His yəlik əvəzliyidir, ing-li feil gətirmişəm. Yəni gerund. Sonra söz önlülərdən sonra gerund işlənir. İstisnasız olaraq bütün söz önlü birləşmələrdən. Yəni məsələn, sənə test verib, testin boşluğu buradadır. Boşluğun düz burasında, yəni yanında söz önlü varsa sən gerund yazırsan. Misal göstərmişəm. I am fond of walking in the rain. Baxın, mənim elə ki, boşluğum bu walking-in olduğu hissədədir. Nə verib? Boşluqdan əvvəl of, söz önlü var. Söz önlüdən sonra nə yazacağam? Gerund yazacağam. Bu arada uşaqlar qeyd edim ki, dərslər haqqında məlumat üçün 060 599 86 85 nömrəsində əlaqə saxlaya bilərsiniz. Yaxşı, indi davam eləyək. Burada nə var da? Söz önümüz var of. Nə işlədəcəyik? Söz öndən sonra gerund, ing-li feil. Gördünüz? Sonra gerund cümlədə mübtəda və ya tamamlıq rolunda çıxış edir. Yəni cümlənin təyini olmur xüsusi olaraq. İsimdən əvvəl işlənmir gerund. Bunu yadda saxlayın. Məsələn, talking loudly in public place is not good manner. Deyirəm ki, ictimai yerdə ucadan danışmaq yaxşı bir davranış deyil. Yaxşı davranış deyil. Baxın, burada talking loudly in public place, ictimai yerdə ucadan danışmaq cümlənin mübtədasıdır. Hətta talking loudly hissəsi. Nədir? Cümlənin mübtədasıdır. Dedik ki, mübtəda ola bilir. Tamamlıq rolunda da üstə göstərdiyim nümunə. I am fond of walking in the rain. Mən yağışın altında gəzməyi vurğunluyam. Ya da yağışın altında gəzməyi xoşlayıram. Nə edirəm? Xoşlayıram. Kim? Mən. Nəyi? Gəzməyi. Yəni walking burada nə imiş? Tamamlıq imiş. Sonra özündən sonra gerund tələb edən feillər var. Bu feillərin hamısını uşaqlar dərsdə əzbər soruşacağım bir-bir. Yəni buna görə oxuyub gəlirsiniz. Give up, tərk etmək, keep on, go on, carry on, put off, təxirə salmaq. Bunlar zaten tərkibində söz önü var. Rahat bir şəkildə yadımızda saxlayırıq. Amma mən yenə də soruşacağım sizdən. Unutmayın bunu. Postpone, təxirə salmaq, delay, təxirə salmaq, ləngitmək. Sonra finish, bitirmək, avoid, boyun qaçırmaq, çəkinmək, enjoy, həzz almaq, mind, etiraz etmək, excuse, bağışlamaq, miss, yanılmaq, deny, danmaq, inkar etmək, yəni boyun almamaq, admit, etiraf etmək, consider, hesab etmək, zənn etmək, suggest, təklif etmək, imagine, təsəvvür etmək, involve, cəlb etmək, mind, etiraz etmək. Burada 2 dəfə düşübdür. Risk etmək, practice, məşq etmək. Bunlar özündən sonra gerund tələb edən feillərdir. Yəni sənə testdə boşluqdan əvvəl bu feillərdən hansınısa veribsə, sən həmin boşluğa gerund yazırsan. Keçdik infinitiv. Yəni uşaqlar məstər. İnfinitiv to'lu feil, to'lu məstər deməkdir. Məsələn, to walk. Feillərin qabağında to hissəciyi onun məstər olduğunu göstərir. To walk yazmaq, to stop, dayanmaq, to write yazmaq və s. Mürəkkəb tamamlıqda 3-cü qrup feillər özündən sonra to'lu məstər tələb edir. Yəni infinitiv, düzdürmü? 3-cü qrup feillərimiz məsələn want, want to know, now, ask, tell, recommend, suggest, daha sonra var idi force, allow, permit, punish, neydi? Explain idi. Bunlar neydi? 3-cü qrup feilidir. To'lu məstər istəyir. Məsələn, I want you to understand me. Want 3-cü qrup feildir. To'lu məstər yazmışıq. Görürsüz? Bəzi modal feillər özündən sonra to'lu məstər tələb edir. Məsələn, ought to be able to, have to. Bunlardan sonra həmişə to'lu məstər gətiririk. Məsələn, deyirəm she ought to have a rest. O gərək dincələ ya da o dincəlməlidir. Görürsüz, to'lu məstər gətirmişik. Need sözü isə need əsas feil kimi özündən sonra to'lu məstər tələb edir. Bir iki modal feil kimi needdən sonra to gəlməsin ki.
Məsələn, you need to have a rest. Sənin dincəlməyə ehtiyacın var. Need burada nədir? Əsas feildir. Digər modal feillərimiz isə uşaqlar modal feil kimi need, may, must, can, should bunlardan sonra to gəlməz. Yadda saxlayın. Sonra keçirik. Özündən sonra to-lu məstər tələb edən feillər. Necə ki, gerund tələb edən feilləri əzbər soruşacağam. Infinitive, to-lu məstər tələb edən feilləri də əzbər soruşacağam. Hansılardır? Want istəmək, expect gözləmək, offer təklif etmək, try çalışmaq, cəhd etmək, decide qərara gəlmək, plan planlaşdırmaq, promise söz vermək, hope ümid etmək, learn öyrənmək, refuse rədd etmək. Promise sözünü çox vaxt qarışdırırlar. Ən çox qarışdırılan hissə budur. Promise-dən sonra to-lu məstər gələcək. Postpone sözü ilə falan gerunddakı sözlərlə qarışdırırlar, amma yox. Promise-dən sonra to-lu məstər, postpone-dur, practice-dir. Bunlardan sonra isə ing-li feil, yəni gerund. Qeyd. Bəzi feillər tərkibində to hissəci olsa da özündən sonra məstər deyil, bir saniyə biraz kiçildim siz görün. Məstər deyil, gerund tələb edir. Baxın, feilin özünün tərkibində to var, amma gerund tələb edir. To-lu məstər yox. Bunları da əzbər soruşacağam. To look forward to, dörd gözlə gözləmək. To get used to alışmaq, to be used to alışmaq, to get accustomed to bu da alışmaqdır, vərdiş halına çevirmək. Özündən sonra gerund tələb edir, yəni ing-li feil. Bura bir şey də qeyd edin uşaqlar. Baxın, təkcə to use to. Yəni to-nu heç verməyək qabağında. Use to. Used to bilirik ki, keçmişdə adət halına almış hərəkətləri istifadə etmək üçün, bildirmək üçün istifadə olunur. Adətən belə olurdu. Used to. Bu özündən sonra to-lu məstər tələb edir onsuz da. Used to, məsələn, nə deyim? Məsələn, belə yazım. I used to hear those words. Mən o sözləri eşitməyə alışmışdım. Qoy bu used to-nu normal şəkildə yazım. Ya da böyük hərflə yazmışam, problem deyil. I used to, normal used to, to-lu məstərinə işlənir. Görürsüz, yazmışam. Amma baxın, burada used to-dur. Tamam mı? To be-si yoxdur qabağında. Amma bir də belə yazdığımı düşünün. To be used to. To be used to ya da to get used to. Bax, qabağında get var, got var. Tom got used to hearing those words. Tom o sözləri eşitməyə alışmışdı. Got var. To be forması varsa used'un qabağında ing verəsiniz. I was used to məsələn. Burada ing-li feil gerund gələcək. Amma təkcə used to olanda nə gəlir? To-lu məstər. He looks forward to. Look forward to-ya yazmışıq. He looks forward to watching this movie. Deyir ki, o bu filmi izləməyi dörd gözlə gözlər. Baxın, burada to olması sizi çaşdırmasın. Yəni, to olduğuna görə götürüb to-lu məstər yazmayın. Nə verir burada? ing verməlidir, düzdür? Ona görə gerund tələb edən feillərimizdəndir. Sonra keçirik. Had better. Etsən yaxşı olar. Would rather üstün tutmaq. Bu feillərdən sonra to-suz məstər gəlir. Baxın, nə yazmışam? To-suz məstər. Feilin qarşısında to işlənmir, ing falan olmur. Məsələn, I would rather drink tea. Would rather'dan sonra görürsünüz, to-suz məstər gətirmişəm. Və yaxud da deyirəm ki, I would rather to drink tea. Səhvdir. Niyə? Çünki to verib. Would rather'dan sonra to gəlmir. Və yaxud da would rather drinking tea yazıb. Burada da ing artırmışıq. Nədir? Səhvdir. Çünki to-suz məstər gətirməlisən. Sadəcə drink. Had better. You had better stay at home. Sən evdə qalsan daha yaxşı olar. Had better'dən sonra to-suz məstər gətirmişəm. Düzdür? Burada you had better to stay. To-lu məstər vermişik. Səhvdir. Had better'dən sonra to gəlmir. Burada da ing artırmışıq. Had better staying. Yenə səhvdir. ing-li feildə gəlmir. To-suz məstər dedik. Would prefer isə üstün tutmaq deməkdir uşaqlar. Üstün tutmaq. Would prefer-dən sonra to-lu məstər gəlir. Baxın. Nə gəlirmiş? Would rather, would prefer. Qarışdırmayaq. Would rather-dan sonra to-suz məstər gəlir. Would prefer-dən sonra to-lu məstər gəlir. Deyir ki, he would prefer to eat ice cream. Okay, o dondurma yeməyi üstün tutur. Burada problem yoxdur. Would prefer eating yazıb. ing artırıbsa səhvdir. Would prefer eat yazıb. To-nu verməyibsə yenə səhvdir. Nəbəh nə olacaq? Would prefer-dən sonra to-lu məstər, would rather-dan sonra, had better-dən sonra isə to-suz məstər gəlir. Burada həm gerund, həm to-lu məstərlə işlənən, mənası dəyişən feillər var. Amma bu hissəni izah etməzdən öncə mən sizə bir hissəni də qeyd etməliyəm. Bunu PDF hazırlayanda bu hissəni qeyd etməyi yadımdan çıxarmışam. Deməli, to-lu məstər bir də nə zaman işlənə bilir? Bunu yadınızda saxlayın. Sifət plus to-lu məstər. Yaxşı? To-lu məstər.
Yəni boşluqdan əvvəl sifət veribsə, sən bura to-lu məstər yazırsan. Sonra sifət plus enough, to-lu məstər. Yaxşımı? Enough-dan əvvəl gəlir axı sifət. Sifət plus enough birləşməsi varsa, yenə to-lu məstər yazırsan. Bir də nəyi qeyd eləmək istirdim? Hə, to plus sifət. Bunu belə so plus to plus sifət falan verib, fərq yoxdur. Bunlarda sifətdən sonra nə gəlir uşaqlar? To-lu məstər. Unutmayaq, yaxşımı? Amma bir də nə demişdik? Used to. Bax, used to, to-lu məstər. To be used to olsa amma nə olur? To be used to olanda artıq ing gəlməlidir. Unutmayaq bunu. İndi bunların hamısına misal göstərim, sonra davam edək. It is important. It is important to speak clearly. Nöqtəni qoyum, uzatmayayım. Baxın, important sifətdir, düzdür. Sifətdən sonra nə gətirmişəm? To speak, to-lu məstər, görürsünüz? Sonra keçdik. Sifət plus enough-a nə gətirirəm? Deyirəm ki, this bag is heavy enough to carry. Məsələn, belə bir cümlə qurmuşam. Deyirəm ki, bu çanta daşımaq üçün kifayət qədər ağırdır. Sifət plus enough gətirib, sonra to-lu məstər yazmışam. To plus sifət eyni qayda olacaq, fərqi yoxdur. Used to, bayaq nümunə göstərmişdim. I used to hear those words. Mən bu sözləri eşitməyə alışmışdım. Eşitməyi vərdiş etmişdim, belə deyə, alışmışdım yox. Used to bir şeyi vərdiş etməyə. Məsələn, belə yazaq. I used to, çox istifadə etdiyim birləşmədir. To ride a bike. Məsələn, mən velosiped sürməyi vərdiş etmişdim. Keçmişdə vərdiş alınan hərəkətdir. Bir də I was used to hearing those words. Mən o sözləri eşitməyə alışmışdım. Was used, görürsünüz, to be forması var ya da get used to veribsə, burada artıq nə gələcək? Gerund, yəni ing-li feil. Bu da belə. Bunu da dediyimə görə artıq keçə bilərik. Həm gerund, həm də to-lu məstərlə işlənən və mənası dəyişən feillər var. Uşaqlar, bunları da əzbər soruşacağam. Çünki demək nədir? Bu feillər də salınıb toplayır. Sadəcə mən burada elə bir nəyisə ötürmüşəm. Yox, qeyd elədim. Bu feilləri istirdim deyəm ki, feilləri ötürdüm. Yox, ötürməmişəm demişəm. Hə, indi deyir ki, həm gerund, həm də to-lu məstərlə işlənən feil mənası dəyişir. Forget, sonra remember, stop, try və regret. Yəni 5 dənə feildir. Bunları nə edirsiniz? Mükəmməl şəkildə əzbərləyirsiniz. Yaxşı. İndi deyir ki, forget. Forget uşaqlar. Bu feillərin hamısının demək olar ki, ortaq cəhəti budur ki, özündən sonra ing-li feil gələndə keçmişdə olmuş bir şeydən söhbət gedir. Amma yox, hələ edəcəyimiz bir şey, yəni etmədiyimiz bir şeydir. Etməyi düşündüyümüz bir şeydirsə, bu zaman to-lu məstər. Yəni forget-dən sonra ing-li feil nə zaman gəlir? Etdiyin bir şeyi unutmusansa, keçmişdə etmisən və bunu unutmusan, ing gətirəsən. Forget feili əgər edəcəyim bir şey, yəni hələ etməmişəm, o şeyi unuduramsa, bu zaman to-lu feil. Məsələn, deyirəm, I will never forget meeting you. Sənlə görüşdüyümü heç zaman unutmayacağam. Yəni ki, bu o deməkdir ki, mən səninlə görüşmüşəm, bunu unutmayacağam. Artıq olub bu hərəkət. Bir də deyirəm, I forgot to call you. Sənə zəng etməyi unutdum. Yəni mən sənə zəng etmədim də, başa düşdünüz? Zəng etməliydim. Öhdəliyim var idi, zəng etmə öhdəliyim var idi. Bunu etməliydim. Amma nə etmişəm? Unutmuşam. Başa düşdük? Əgər bir şey etmişəm, etdiyim şeyi unutmuşamsa, ing, bir şey edəcəm ya da etməliydim, amma unutmuşamsa, bu zaman to-lu məstər, yəni etməmişəm də, qısaca. Remember. Remember, etdiyim bir şeyi xatırlamaq. Keçmişdə etmişəm, bunu xatırlayıramsa, ing. Əgər edəcəyim bir şey yadıma salıram ya da edəcəyim bir şeyi unutma deyirəmsə, bu zaman to-lu məstər veririm. Məsələn, she remembers telling the truth to you. Deyirəm ki, o sənə həqiqəti dediyini xatırlayır, yadına salır və yaxud da. Yəni sənə həqiqəti deyib, doğrunu deyib, bunu xatırlayır sadəcə, olub bu şey.
Bir də deyirəm, remember to give a present to her. Ona hədiyyə verməyi unutma. Ona hədiyyə verməyi yadına sal. Yəni hələ verməmisən o hədiyyəni. Deyirəm bunu xatırla da, unutma yəni. Başa düşdük? Edəcəyim bir şeydirsə to'lu, etdiyim bir şeydirsə ing. Stop. Nəyisə dayandırmaqdırsa ing-li feil, nəsə etmək üçün dayanmaqdırsa to'lu məzdər. I stop smoking. Mən siqaret çəkməyi dayandırdım. Bunu nəyisə dayandırmışam artıq. Bir də deyirəm I stop to smoke. Mən siqaret çəkmək üçün dayandım. Yəni məsələn yolla gedirdim ya da harasa gedirdim, tutaq ki, dayandım ki, siqaret çəkim. Nəsə etmək üçün dayandım burada. O mənada işləyir. Try feili. Nəyisə sınaqdan keçirmək mənasına ing-li feil, çətin bir işi həll etməyə çalışmaq, həll etmək üçün cəhd etmək, bu isə to-lu feil. Məsələn, try opening the window, pəncərəni açmağa çalış. Yəni sınaqdan keçir, gör pəncərə açılır, ya açılmır bu mənada. He tried to lift the heavy bag. O ağır çantanı qaldırmağa çalışdı. Bu artıq çətin bir işin öhdəsindən gəlməkdir. Çanta ağırdır axı ona görə. Regret feili. Olmuş bir şeyə görə peşman olmaqdırsa, ing-li feil gələcək. Pis bir şeyi bildirəcəyi üçün məyus olmaqdırsa, bu zaman to-lu feil gəlir. I regret speaking this topic to you. Mən bu mövzunu səninlə danışdığım üçün peşmanam. Məsələn, çox məyusam da bu mövzunu səninlə danışdığıma görə. Danışmışam, buna peşmanam. Bir də deyirəm I regret to tell you this bad news. Deyir ki, bu pis xəbəri sənə bildirəcəyim üçün çox üzgünəm, məyusam. Yəni bu mənada. Keçdik participle. Participle ing-li feil formasıdır. Normalda bu da əslində geniş şəkildə izah etdiyim mövzulardan idi. Uşaqlar sadəcə olaraq participle mövzusunu artıq topludan çıxardıblar. Ona görə qısa bir dənə şey bilmək kifayətdir. Ing-li feildir. Cümlədə mübtəda ya da tamamlıq olmur, yadda saxlayın. İsmin qarşısında işlənə bilir. When, while, after, before. Bu feillərdən sonra ing-li feil gəlir, yəni participle. While speaking, you must pay attention to your olacaq burada. You yazmışam, çırxıb. Your pronunciation. Deyirəm ki, danışarkən sən pronunciation, yəni ki, tələffüzünə diqqət etməlisən. Belə. İzah bu qədər idi. Nəsə aydın olmayan bir hissə olarsa dərsdə qeyd edərsiniz. Yenidən izah edərəm.